Salam dostlar, hər vaxtınız xeyirli olsun. Bugün 2 iyul 2026-cı il. Xahiş edirəm, baxın indi köhnə videonu yenidən qoyacam. Ona baxın, 29 mayda paylaşdığım videodur. Bu da Karnikanın mührü. Görək bunun arkasında ne gizlenir? Ay maşallah. Təəssüf ki, bu çərçivəni çıxartmaq olmaz. Mən heç zaman sürfəli çərçivələrin balını süzməmişəm. Yəni sürfələr ola oradan bal süzmürəm. İstər may balı olsun, istər yay balı olsun. Tam üstü sürfəsiz olan çərçivələrdəki balı mən süzürəm və yaxud götürüb saxlayıram. Neynək? İnşallah gözləyərik. Heç bir qorxusu yoxdur. Bir 10-15 gündən sonra inşallah bal kəsimi edə bilərik. Vəssalam. Burada nə var ki? 10 gün tez, 10 gün gec. İndi də bu kiçik evciyə təkrarən baxın. Bu çərçivəni mayın 29-unda göstərəndə əl boyda yer bir tərəfdən sürfələr var idi. Burada indi 4 kilogram bal. O dövrdə də bu balın ən azı bir 3 kilogram bal var idi. Baxın, burada da sürfələr var idi. Videoya baxın. Sürfələr çıxıb. Baxın, üstü möhürlənib. Burada açıq nektar. Yəni, indi bunu süzmək olar. Mənim dediyim nədir? Mənim məqsədim var idi. 29 mayda may balı kəsimi başlayanda bunlar başlayırlar soymağa. Mən bir videonu paylaşdım ki, az miqdarda bir sürfə var idi çərçivədə. Mən onu süzmürəm dedim. Yəni olmaz süzmək. Paylaşdım bütün kanallarımda, YouTube'da, TikTok'da, Facebook'da, Instagram'da hər bir kanalımda paylaşdım ki, gənc arıçı ola bilsin, bilməsin, belə hallar olmasın deyə mən onu süzmürəm, qoy onlar da bunu etməsinlər. Amma belə təxtə başlar buna məhəl vermir, soyur. İndi, qardaş, məni başqa cür başa düşənlər də ola bilsin olsun. Mən öz balımı reklam eləmirəm. Baxın, bugün 2 iyul 2026-cı ildir. Bu bal hələ də durur. Bugün, sabah götürmək olar. Bunlar mən öz balımı reklam eləmək istəmirəm. Həm də ki, indi bəziləri fikirləşər ki, mənim buna ehtiyacım yoxdur, süzmürəm, yox. Mənim hamıdan çox ehtiyacım var. Məni 20 ildir ki, 80-ci ilin 06-sını sürürəm. Amma hər bir xırdalığa fikir verirəm, gözləyirəm. Ən gözəl məhsulu yetişdirirəm. Həm özüm, həm ailəm üçün, həm müştərilərim üçün. Yəni, mən elə bir məhsulu yetişdirirəm ki, elə bir məhsul götürürəm ki, onu heç kim məndən səhv tuta bilməz.
Allahın yanında da mənim alnım açıqdır. Bu barədə heç Allahdan da qorxmuram. İndi kim məni necə başa düşür, düşsün. Mənim paylaşımlar edirəm. Mən 300-dən yuxarı videolarım var YouTube kanalda. Uşaq da baxsa arıçılıq haqqında məlumatı olar, öyrənər. Belə bal heç onların ata-babası görmür. Amma məni məcbur elədiniz ki, mən belə videolar paylaşım. Mənim səhifələrimə baxın, qalmaqal yoxdur. Çünki mən ancaq arıçılığı təbliğ edirəm, arı saxlamağı başa salıram. İnsanlar bu başa düşsün. Hətta arı satanlara da mənim iradlarım olub. Bu yaxınlarda Səlyan rayonundan səhv eləmirəmsə bir kişi mənə zəng vurub, heç üzünü də tanımıram, adını da bilmirəm. Deyir ki, qardaş, təzə başlamışam, sizin videolarda baxa-baxa bir arı arımışam, bir arı ailəsi almışam, onun qabağında quru, əhəngə oxşar nələrsə tökülür. Deyirəm, onu kimdən almışsan? Get həmin adama de ki, Lənkəranda arıçı Teymur Əliyev dedi ki, o Askasferoz xəstə arını sənə satır, onu əgər sabah aparmasa, sən bir video çək, paylaş, at mənə, mən onu bütün səhifələrində paylaşım, qoy bilsinlər. Səhəri gün gəlib, o arını yığışdırıb, aparıb. Özdə deyib ki, o arı orada olanda belə deyildi. Gəlib bura qoyub bir gün ərzində Askasferoz tapılıb. Baxın, necə vicdansız insanlar var. Qardaş, burada partlamayasan, neynəyəsən?